Salam, hörmətli izləyicilər. Bildiyiniz kimi 20-ci əsrin əvvəllərində Rusiyada kapitalizmi sürətlə inkişaf etməyə başladı. Lakin 1900-1903-cü illərdə dünyada baş verən iqtisadi böhranlar Rusiyanın daxilinə də sərt şəkildə sirayət eləmişdi, ona təsir eləyirdi. Müəyyən ixtişaşlar baş verirdi, ictimai-siyasi proseslər gedirdi, gərgin vəziyyət yaranmışdı, müəyyən partiyalar yaranırdı və 1903-cü ildə belə partiyalardan biri Rusiya Sosial Demokrat Fəhlə Partiyası idi və beləliklə də Rusiyanın daxilində olan bu çəkişmələr nəticəsində 1917-ci ildə baş verən fevral inqilabı oldu və fevral inqilabının nəticəsində 1613-cü ildən bəri Rusiyada hakimiyyətdə olan Romanovlar sülaləsini hakimiyyətdən getdi. Romanovlar sülaləsi hakimiyyətdən gedən zaman müvəqqəti hökumət olan SR menşeviklər hakimiyyətə yiyələndilər. Lakin onların hakimiyyəti ilə heç cürə bolşeviklər barışmaq istəmirdi və beləliklə də çox keçməmiş növbəti inqilab nəticəsində Lenin də başda olmaqla bolşeviklər hakimiyyətə gəldi, yəni kommunistlərin əlinə keçdi hakimiyyət və bundan sonra bolşeviklər deməli, dövlətə nə lazımsa onu qurdular, ordu qurdular, yəni Qızıl Ordu, fövqəladə komissiya yaratdılar, proletar milisi yaratdılar, müəyyən qurumlar yaratdılar, hansı ki o qurumlar dövlətə lazım idi. Lakin bundan sonra ölkədə yenidən vətəndaş müharibəsi başlandı. Deməli, General Denikin, Admiral Kolçak və Müller artıq vətəndaş müharibəsinə başlamışdılar. Biri şərqdə, biri şimalda, biri cənubda, ölkənin daxilində müəyyən problemlər yaradırlar. Onlar da bolşeviklərin hakimiyyətini qəbul eləmirdilər. Lakin bunu görən deməli İngilis və fransızlar Cənubi Qafqaza, Arxangelskə və Odessaya, Almaniya isə Ukrayna və Gürcüstana qoşun yeritdilər. Yəni buradan belə bir nəticəyə gəlmək olar ki, artıq bu dövlətlər deməli Leninin hakimiyyətə gəlməsini istəyirlər, Sovet hökumətinin qurulmasını istəyirlər. Kömək gəldi, ordu deməli dediyim kimi yeridildi müəyyən yerlərə. Bundan sonra deməli Qızıl Ordu çox keçmədən bütün hakimiyyəti ələ aldı və həmin xarici qüvvələr tezliklə öz yerlərinə qayıtdılar. Və beləliklə də 1918-ci ildə Sovetlərin ilk konstitusiyası qəbul olundu və 29 dekabr 1922-ci ildə SSR təşkil olundu. Və bununla da 70 illik bir dövlətin əsası qoyuldu. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.